tarix elmi həmişə hökumətlərin, dövlətlərin idarəçiliyində olubdur. Görəsən, nə vaxtsa mənim yazdıqlarım da mənim əleyhimə işləyə bilər? Bir akademiya, bir universitetə tabe olan, orada çalışan tarixçilərə mən diqqət eləmişəm, tam istədikləri şəkildə yaza bilmirlər. Dəfələrlə israr etsəm də, yəni təəssüf ki, o arxivi üzümə atmayanlar da oldu. Bu yenilik, bu keçid sizin həyatınızda nələri dəyişib? Baxırsan ki, onlar o gəncliyindən, inandığı düşüncələrdən, dəyərlərdən bəlkə də haqsız olduğunu bildikləri halda imtina edə bilmirlər. Mühacirət daxili qarşı durmalardan çox yazmıram. Amma ən çox bilənlərdənəm, yəni bunu iddia edirəm. Və mən indən belə evdən çölə çıxmasam, 10 il ərzində yazacaq material var məndə. Bizim 5 il öhdəliyimiz var. Mən indi 5 il dərs deməliyəm. Azərbaycanda yoxsa Türkiyədə? Azərbaycanda. İndi Türkiyə ilə hansı əlaqəniz var, hansı əməkdaşlığınız var? Bitdi. Yəni orada olduğum müddətdə yaxşı bizim, yəni diaspora ilə işləyirdim bizim, Ankara səfirlikləri ilə işləyirdim, İstanbul konsulluğu ilə işləyirdim, yəni layihələrim çox oldu. İndi demək ki, qayıtdım. Artıq sizi Azərbaycanda görəcəyik, fəaliyyətinizi ölkəmizdə davam etdirəcəksiniz. Dilqən bəy, tarixi mövzulara bu cür xüsusi maraq göstərməyinizin kökündə duran səbəb nədir? Atamdır. Çünki mənim atam biz İrəvanda yaşayanda o Naxçıvanda qiyabi təhsil alırdı tarix üzrə və biz 88-ci ildə kənddən köç edəndə atam öz kitabxanasını da gətirmişdi və mən gözümü açandan o kitabxananı görmüşdüm və orada da çoxu tarix kitabı idi. Təbii ki, hər Sovet dönəmində tarix oxuyan kimi bizdə xeyli o Leninin, Engelsin, Stalinin külliyyatları var idi. Bəlkə də 100-ə yaxın idi. Anam hər dəfə Novruz təmizliyində o kitablardan bəzilərini yoxa çıxardırdı. Evdə həqiqətən çox yer tuturdu. İndi bunu zarafat üçün dedim. Və o kitabxanada təbii ki, o dönəmdə çıxan bütün tarixi romanlar demək olar ki, var idi. Məsələn, Əvsən Nizatın kitabları var idi. Mən onları oxumuşdum və sonra özüm məktəbə başladıq. 92-ci ildə məktəbə başlamışam. Biz ilk Latın qrafikası ilə təhsil alan nəsilik. Və o illərdə təbii ki, kitablar hələ də Kiril qrafikası ilə idi və yeni çıxan artıq milli düşüncəli kitablar ki, kütləvi nəşr olmağa başlamışdı və biz Sumqayıtda qalırdıq o vaxtı. Bir Gözəllik adında bir kitab mağazası var idi. Məsələn, oradan xatırlayıram ki, Nihal Atısın Bozqurtlar kitabını mən şəxsən özüm ilk çıxanda rəhmətli Məmməd İsmail tərcümə etmişdi. Onu almışdım. O hələ də məndə qalır. Mən Bozqurtları bəlkə də 50 dəfə oxumuşam. Və o mənə o qədər heyrətamiz gəlirdi ki, o Bozqurdakı həyat, Göytürk dövlətindəki o qarşı durmalar, Çindən olan münasibətlər filan o mənim çox təsir edir və yavaş-yavaş bu şəkildə tarixə meylləndim. Sonra o dövrlərdə xatırlayıram, Ağa Məhəmməd Şah Qacar haqqında Jangiyevin Xacə Şah romanı çıxmışdı, 2 cildlik. Məsələn, o mənə çox həyəcanlandırmışdı və eləcə də Qızılbaşlar olsun, Fərman Kərimzadənin romanları olsun. Yəni bu şəkildə mən gözümü açandan tarixlə həşr nəşr olmuşam deyə və bu şəkildə də düşünürəm ki, yetişdim. Baxın, qeyd elədiyiniz kitabların yəqin ki, mövzu fərqlərində özünüz də fərqinə varırsınız. Sovet ideologiyası, kommunizm ideologiyasını yayan və bir də birdən-birə bizim kökümüzə bağlı tarix. Bu iki tarixin arasında ciddi bir sədd var. Eyni zamanda çox gözə görünməz bağlılıq da var. Birindən digərinə keçid çox incə şəkildə baş verir. Eyni zamanda sən o dərinliklərə vara da bilirsən, bir də səthdə də qala bilirsən. Burada artıq bir tarixçinin, bir araşdırmaçının üzərinə düşən məsuliyyət də var ki, mövzunu hara qədər aparıb araşdıra bilir. Mən istərdim ki, bu detala bir nəzər salaq. Özünüz qeyd edədiniz ki, uşaq vaxtından Leninin və yaxud da ki, digər ideologiya kitablarının, tarix kitablarının arasında böyümüsünüz və sonra birdən-birə sanki bu gedən siyasi proseslərdən sonra hər şey 180 dərəcə dəyişib, siz bir növ yeni ədəbiyyatla, yeni bir tarixlə tanış olmusunuz. Bu yenilik, bu keçid sizin həyatınızda nələri dəyişib?
Ümumiyyətlə 90-ları görməyən nəslə bunu anlatmaq biraz çox çətindir. Çünki o dövrdə bizim televiziyada da çox imkanlarımız yox idi, radioda da çox yox idi. Böyük kitab mağazaları yox idi, yazıçılar görmək imkanı yox idi. Yəni o baxımından mövcud nə kitab var, insan onunla yetişmək məcburiyyətində idi. Amma deyim ki, məsələn, Sovet dönəminin 80-ci illərində, məsələn, mənim ilk oxuduğum kitab Ərsən Nicatın Tarixin Sübh Çağı kitabı idi. Balaca bir kitabçaydı. Məsələn, o kitabda nədən bəhs edirdi? Şumer dilindəki türk sözlərindən. Yəni 80-ci illərdə hələ ki yavaş-yavaş yazmaq mümkünləşirdi. O da qədim media tarixindən, sərkərdələrdən bəhs edirdi və sanki o 90-cı illərə keçid dönəmində həmin yazarlar bu dəfə daha sərbəst yazmağa başladılar. Yenidən qurmanın verdiyi o nəfəslik. Bəli, o nəfəsli idi. Məsələn, Ərsən müəllim bir dəfə mənə demişdi ki, mən Turan jurnalını qeydiyyatdan keçirdəndə həyəcandan o qədər sevinmişdim, qaçmışdım, yəni yürümüşdüm ki, yəni Turan adında bir jurnalı qeydiyyata keçirdə bildim. Və həmin jurnal 30.000 tiraj çıxmışdı. Məsələn, mən o jurnalı da oxumuşdum və bir də biz yəni siyasi ab-hava da yəni o səpkidə idi. Yəni ki, Rəsulzadələri biz yeni tanıyırdıq, Cümhuriyyəti biz yeni öyrənirdik, mətbuatda yazılar çıxırdı. Məsələn, mən bu günə qədər yadımdadır. Sinif rəhbərimiz himni necə öyrədirdi, bayrağın rənglərini necə öyrədirdi. Məsələn, heç unutmayın, sinif rəhbəri o da oradan-buradan eşitmişdi. Məsələn, bayrağı belə izah edirdi ki, mavi rəng bizim səmamızdır, yaşıl bizim çəmənliklərimizdir, qırmızı rəngdə Qarabağdakı şəhidlərimizin qanıdır bu şəkildə və yaxud da himnin sözlərində çoxu yanlışlıqlar olurdu. Yəni biz bu keçid dövründə o qədər bu çətinlikləri yaşamışıq, çətinlikləri yaşadıq ki, amma xoş idi. Yəni indi bəzən biz fikir yürüdəndə, məsələn, o Sovetin məhsullarında oxuduğumuza görə birilik nədir? O keçid dövründə birilik nədir və indikini də birilik nədir? Ona görə də mühakimə yürüdəndə rahat yürüdə bilirik. Amma bizim təəssüf ki, bütün ömrünün əsas hissəsi Sovet dönəmində keçən istər tarixçilər olsun, istər bəzi yazıçılarımız olsun, baxırsan ki, onlar o gəncliyindən, inandığı düşüncələrdən, dəyərlərdən bəlkə də haqsız olduğunu bildikləri halda imtina edə bilmirlər. Yəni bu mümkünsüz bir şeydir. Məsələn, sən o dövrdə tutaq ki, Nərimanovdan əsərlər yazmısan və yaxud da ki, o bolşevik tarixindən müdafiə etmisən və bir şəkildə bu yeni dövrdə bütün keçmişini inkar edə bilmirsən. Mən bundan bağlı çox görmüşəm. Hətta yadıma gəlir ki, mən Mütəmadi Axundov kitabxanasında işləyirəm. Bizim mərhum yazıcı, tənqidçi Əziz Mirəhmədov yeganə o mətbuatda açıq şəkildə yazıb ki, mən indiyə qədər yazdıqlarıma görə üzr istəyirəm ki, mən sizə yalan yazmışam. Yəni çünki o vaxtda Əhməd Ağoğlunu, Əlibey Hüseynzadəni, digərlərini hamısını burjua mütəfəkkiri, burjua yazıçı deyə aşağılayırdılar. Düşmən obrazında. Düşmən obrazı ilə və Əziz Mirəhmədovun qəzetdə bəyanatı var ki, yəni buna görə indiyə qədər sizə səhv məlumat vermiş. Liqa bəy, əslində müzakirəmiz bir fərqli istiqamətə gedəcəkdi, amma mövzu ki, bura gəlir, mən istədim bu məsələyə bir balaca toxunaq, daha sonra yenidən sizin fəaliyyətinizə qayıdarıq. Baxın, özünüz çox yaxşı bir detala, yaxşı bir məqama gəldiniz. Tarixin bəlli bir vaxtdan sonra sənin əleyhinə işləməsi. Yəni, necə ki, həmin o adın şəklinin şəxs yazdığı əsərə görə üzr istəyir, yəni müəyyən mənada bir müəllif üçün bir əsər, bir kitab onun eyni zamanda həm də övladı sayıla bilər, obrazlı şəkildə desək. Övladından imtina etmiş olur, övladına görə üzr istəmiş olur. İndi necə düşünürsünüz? Baxın, siz də bugün tarixi mövzuda həmin o övladları oxuculara bəxş edirsiniz, kitabları oxuculara təqdim edirsiniz. Heç düşünmüsünüzmü ki, məsələn, həmin o detalı oxuyarkən, görəsən nə vaxtsa mənim yazdıqlarım da mənim əleyhimə işləyə bilər? Açığı, bunu siz deyən formada düşünməmişəm, amma həmişə hesab etmişəm ki, məsələn, tutaq ki, hər hansı bir sənət ortalığa çıxır ki, mənim Cümhuriyyət xadimlərindən bağlı düşüncələrim yanlış imiş, onların filan işləri də olubmuş. Bu zaman mən nə edərəm? Onu hesabladım, baxdım ki, mənim o sevgi hissim daha çoxdur. Yəni onların gördükləri əməlləri daha çox dəyərləndirirəm və bu baxımdan mən də o vaxtilə o kitab yazan insanlar kimi o əziyyəti çəkəcəyimi hiss etdim. Çünki mən axı buna varlığım qədər inanmışam. Məsələn, mən şəxsən tutaq ki, Məhəmməd Əmin Rəsulzadədə mən şəxsən onun bütün siyasi, ictimai fəaliyyətində bir dənə yanlış görmürəm, yəni bir tarixçi olaraq görmürəm. Amma bunu görənlər də var. Məsələn, sabah o ciddi faktlarla qarşıma çıxanda təbii ki, biraz tərəddüd edərəmmi deyə bilmirəm açıq onu. Ona görə də mən başa düşürəm.
Amma gərək ki, həqiqəti daha üstün hesab edək. Yəni varsa ortalığa qoysunlar. Mən tarixin təhrif olunmasını təbii ki, istəmirəm. İstər Nərimanov olsun, istər başqası olsun. Doğrusunu da yazaq, hansı səhv addım atıb onu da yazaq. Tarix yaşananlar əsasındadır, yoxsa yozum əsasındadır? Yəni biz tarixi istədiyimiz istiqamətə yönləndirə bilərikmi? Mən deyərdim ki, bunu etiraf etmək lazımdır ki, bütün dövlətlərdə, bütün akademilərdə tarix daha çox həmin dövləti idarə edənlərin görmək istədiyi şəkildə yazılır. Bunu etiraf etmək lazımdır. Ona görə də bəzən dünyada alternativ tarix anlayışı var və yaxud da ki, rəsmi tarixə qarşı anlayışlar var. Çünki, məsələn, akademiyada mən ixtisasım Türkiyə Cümhuriyyəti tarixidir. Təbii ki, Türkiyə Cümhuriyyəti tarixi universitetlərdə bir mənavi keçirilir. Yəni ki, Osmanlı necə dağıldı, Qurtuluş savaşı necə başladı, milli mücadilə necə aparıldı və bu cür ardıcılıqla. Və buna rəsmi tarix deyirlər. Və təbii ki, bir tarixçi çox da bunun alternativ bir şey yazmaq istəmir. Çünki bu bir dövlətin tarixidir, bu bir millətin tarixidir. Adətən buna çox insanlar müdaxilə etmək istəmirlər. Ona görə daha çox qədim tarixdə yəni çox problem etməməyə çalışırlar. Düzdür, münaqişə olan dövlətlər arasında qədim tarixdə də problem var. Məsələn, bizim Albaniya tarixinin hələ də müəmmalı olmasının səbəbi Ermənistan-Azərbaycan müharibəsi ilə bağlıdır. Çünki, məsələn, Albanlar kimdir? Bu suala biz hələ də cavab tapmamışıq. Amma bütün hallarda biz Albanları Azərbaycanlı hesab edirik. Niyə? Çünki oradakı daha qədim varlığımızı göstərmək üçün. Eyni şəkildə ermənilər də, məsələn, Urartu dövlətini özlərinə sahib çıxırlar, Evepuni qalasını sahib çıxırlar ki, biz daha qədimdəyik. Bundan bağlı Məhəmməd Əsəd bəyin bir kitabında var idi ki, Qafqazda bir daş tapılır, ermənilərlə gürcülər başlayırlar ki, bu daş bizə məxsusdur deyə onun üzərində müharibə aparmağa. Yəni bu tarixin qədimləşdirilməsi münaqişə tərəfi olan dövlətlərdə çox var. Məsələn, Türkiyə Cümhuriyyəti qurulduğunda yeni tarix tezi yaradırdı. Troyalıların türk olması, hətta Hetlərin, Sümerlərin, yəni bu kimi şeylər, tarix tezləri, günəş dil teorisi yaradırdı ki, dünya dilləri türk dilindən törəyibdir və Anadoluda türk tarixi çox qədim tarixlərə çəkir. Bəlkə də doğrudur, amma o dönəmdə bunun edilməsi sırf Yunanlar qarşısındakı bir sağlam bir tarixi təməl qoymaq istənilibdir. Bu baxımdan tarix elmi həmişə hökumətlərin, dövlətlərin idarəçiliyində olubdur. Bir tarixçi kimi bu cür idarəçilik və yaxud da ki, siz dediyiniz istiqamətə yönəlməsi tarixçinin işini çətinləşdirir yoxsa asanlaşdırır? Məsələn, müstəqil tarixçi üçün bu problemlərin önəmi yoxdur, amma dediyim kimi rəsmi görəvi olan bir elm qurumunda işləyən tarixçilərin yazmalı olduğu bir qayda var, bir sistem var. Ona görə də adətən bağımsız, müstəqil tarixçilərin əsərləri daha çox oxunur. Yəni buna siz də yəqin ki, diqqət etmisiniz. Və yəni bir akademiya, bir universitetə tabe olan, orada çalışan tarixçilər mən diqqət eləmişəm, tam istədikləri şəkildə yaza bilmirlər. Dilqəm bəy, Türkiyədə neçə il araşdırma etdiniz? Mühacirət dövründə, mühacirətdə olan bizim dühallarımız, aydınlarımızın həmin illər ərzində həm yazdıqlarını, yaratdıqlarını, eyni zamanda çətinliklərini siz həmin əsərlərinizə təqdim etdiniz. Ölkədə bəlkə də hansısa bir tarixi mövzunu araşdırmağın asan tərəfləri ola bilər. Sən onun nəvəsini taparsan, nəticəsini taparsan, bir qonşusunla həmsöhbət olarsan, amma qürbətdə yaşayır. Və bəlli şəxslər var ki, onlar adlarını da dəyişməyə məcburiyyəti duyublar. Qarşınıza hansı çətinliklər çıxırdı? Mənim 2016-cı ildən İstanbulda yaşamağa başladım, ta ki 2025-ci il bu dekabr ayına qədər. Və bu 9 il müddətində mənim fəaliyyətim 3 istiqamətli idi. Türkiyə arxivlərində Azərbaycan Cümhuriyyəti mühacirəti ilə bağlı materiallar toplamaq, mühacir ailələrin varislərini tapıb, onlarla görüşüb, həm xatirələrini dinləmək, həm ailə arxivlərini əldə etmək. Üçüncüsü isə bizim mühacirlərin məzar yerlərini tədqiq etmək, onların şəklini çəkmək, kataloqlaşdırmaqdır. Və başıma çox maraqlı hadisələr gəlibdir, çox xoş hadisələr gəlibdir.
Məsələn, mən sizə deyim ki, mənim üçün ən qiymətli görüşlərdən biri Əhməd bəy Ağoğlunun nəvəsi ilə görüşü idi, Tekdaş bəylə. Bir neçə dəfə görüşmüsünüz? Bəli, onunla bir neçə dəfə görüşdük. Təəssüf ki, o 2018-ci ildə rəhmətə getdi və o amin. O biz onunla görüşəndən sonra bir neçə müddət sonra inamını qazanandan sonra o Ayva arxivindən böyük bir qismi bizə bağışladı. Hətta düşünün ki, orada Molla Nəsrəddin dərgisinin böyük 4 ciritliyi var idi. Yəni içərisində 40-a yaxın sayı var idi. Yəni bu unikal, bənzərsiz bir şeydir. Yəni bunun qiyməti həddindən artıq, yəni maddi baxımdan çox bahadır. Sizə bağışladı səhv etmirəm, sağ olsun. Mehdi Gəncəvi hocamız var orada, Marmara Universitetində. Biz bərabər getmişdik. Məsələn, Molla Nəsrəddin jurnalını Mehdi bəy aldı və çox sevindirici haldır ki, onu Ada Universitetinin kitabxanasına bağışladı. Mən evdən Əhməd bəyin Malta adasındakı gündəliyini almışdım. O həvədə qalır, həvət ki, təəssüf ki, oxuya bilməmişik onu. Təsəvvür edin ki, bir Şuşadan olan, həm Osmanlı parlamentində, həm Azərbaycan parlamentində millət vəkili olmuş bir şəxsi ingilislər əsir alır, adaya sürgün edirlər və bu adada hər gün oturur, nəvərsə yazır. Məsələn, orada qəzet səhifələri var, kəsir, onları yapışdırır filan. Yəni, o anda onun nə düşündüyü hamısı o gündəlikdə var. Eləcə də orada çəkilmiş foto şəkillərdir. Sonra ailəsinə göndərdiyi məktublardır. Yəni biz onların hamısını evdən aldıq. Yəni evdən çox böyük bir arxiv bizə bağışladı və mənim arzum odur ki, Şuşada Əhməd bəy Ağoğlu ev muzeyi təsis etmək və onu təsis edəndən sonra inşallah təmənnasız şəkildə o arxivi həmin muzeyə bağışlayacağam. Və mən o illərdə Almaz Yıldırımın oğlu ilə 2 dəfə görüşdüm. Əhməd Cəfəroğlunun qızı ilə, Xoyskilərin 2 nəvəsi ilə görüşdüm. Sonra Cümhuriyyət tələbələrinin varislərindən görüşdüm. Yəni saysız hesabsız görüşlər oldu. Ən son görüşlərim elə noyabr ayında oldu. Vaxtilə İrəvanda xan nəslindən olan birinin qızı ilə görüşdüm və böyük bir arxiv mənə yəni sürətini çıxara bildim. Evmişimlə bağlı bəzi ailələrlə görüşdüm. Yəni evlərdə həddindən artıq qiymətli materiallar var. Və ona görə mən İstanbulda olduğum müddətdə bunları çox dəyərləndirməyə çalışdım və deyərdim ki, mənim kitablarımın nüvəsini də həmin o ailələrdən aldığım materiallar, eləcə də auksionlara qatırdım mən. Auksionlardan hədsiz sayıda mən qiymətli materiallar əldə etmişəm və bu proses hələ də davam edir, indi uzaqdan da olsa. Dəqiqən mən üzr istəyirəm. Baxın, siz qeyd elədiyimiz istiqamətə getsək, yaşadığımız çətinliklərlə paralel ki, həmin o materialları əldə etmək, insanları tapmaq, önünüzə böyük bir ədəbiyyat çıxır. İstər gündəliklər olsun, istər məlumatlar olsun, bu istiqaməti nəzərdə tuturam. İndi də onu araşdırmağın özü bir çətinlikdir. Əlbəttə ki. Bilirsiniz, ayrı arxivlərində diqqətli olmaq lazımdır. Mərhum bizim diplomatımız Ramiz Abutalubov, yəni qiymətli mühacirət tarixindən bağlı kitabların müəllifidir. Məsələn, o bir dəfə müsahibəsində demişdi ki, biz Ceyhun Hacıbəyevin arxivində çalışarkən sevgi məktubları gördük. Onu ailəsinə geri qaytardıq, heç onları işləmədik. Çünki biraz məhrəmdir, özəl məsələlərdir. Düzdür, nə vaxtsa onları da çap etmək lazımdır. Məsələn, mən ən son bir ailə ilə görüşəndə baxdım məktublar var. Baxdım, qadın biraz tədirgin olmağa başladı. Mən dedim ki, narahat olmayın. Yəni, mən tədqiqatçıyam, mən bilirəm nəyi yazmaq lazımdır, nəyi yazmamaq lazımdır. Çünki o səbəbdən bəzi ailələr arxivi mənə göstərmədi. Çünki bilirsiniz, yəni mühacirət arxivində mühacirətə qarşı durmalar olubdur, müəyyən problemlər olubdur və onlar məktublarda öz əksini tapıbdır. Ona görə bəzi ailələr o məktublarda əcəba bir qalmaqal ola bilər, bir problem ola bilər deyə heç yəni dəfələrlə israr etsəm də, yəni təəssüf ki, o arxivi üzümə açmayanlar da oldu. Amma ümumi münasibət çox xoş oldu. Məsələn, mən Topçubaşovun nəvəsini evində ziyarət etdim. Yəni İstanbulda yaşayırdı Gülnar xanım. Yəni 91-92 yaşındaydı onda vəfat etdi. Məsələn, Xoyskilərdən Veyra Xoyxan var idi. Elə qəşəng piano çalırdı ki, yəni onlarla görüşdüm və onların xatirəni dinləmək o qədər xoşdur ki, çünki onların dedikləri heç bir kitabda olmayan məlumatlardır. Birbaşa ona biz şifahi tarix deyirik. Birbaşa hafizədə qalan, atalarından eşitdiyi tarixlərdir. Məsələn, Veyra xanım Xoyski danışırdı ki, atam Hüseyn Qurxan Xoyski bu Almanlar irəlilədikcə hər gün xəritə ilə oturdular, Almanlar buradadır. Biz yəni artıq tədarük görməyə başlamışdıq ki, Bakı azad olunacaq, hamımız Bakıya qayıdacaq. Almaz Yıldırımla bağlı bir xatirədə də bu var. Almaz Yıldırımın müəllim yoldaşı deyir ki, o qədər sevincli idi ki, gəldi mənə dedi ki, mənim Bakıda yaxşı varım dövlətim var idi.
bütün varımın yarısını sənə verəcəm. Sən mənim indi uşaqlarıma sahib çıx. Biz tezliklə Bakıya qayıdacağıq. Orada hər şeyi qaydasına salandan sonra gəlib ailəmi də, ev istəyirsən sənin özünü də Bakıya aparacaq. Hətta bu yaxınlarda Orxan Arasın dəyərli tədqiqatçı mənə danışdı. Qurban Səidin də bir məktubunda var idi ki, tezliklə mən yenidən Xəzərin sahillərini görəcəm 40-cı illərdə. Yenidən o sevdiyim Bakıda yaşayacağam. Yəni bu ümid, yəni bunu biz ancaq ailələrdən dinləyə bilərik. Yəni bu heç bir rəsmi bir yerə yazılmayıb. O baxımdan o qədər xoş idi ki, və mən indən belə evdən çölə çıxmasam, 10 il ərzində yazacaq material var məndə. Yəni kitabxanalardan, arxivlərdən, ailələrdən, auksionlardan material toplamışam. Ona görə bəzən mənə deyəndə ki, niyə bu qədər çox kitab çıxır? Deyirəm ki, birincisi, insan ömrünün nə qədər olduğunu bilmək olmaz. Materiallar mən almışam, təhvil almışam və bunları sağlığımda yazmaq, cəmiyyətə təqdim etmək lazımdır. Ona görə də jurnallarda, qəzetlərdə, portallarda mütəmadi yazıram, sonra o yazılar kitablaşır və bu şəkildə proses davam edir və mən bundan yorulmuram. Yəni çox zövq alıram. Yəni mən birinci özüm üçün yazıram. Özüm onu yazandan sonra 2 dəfə, 3 dəfə oxuyuram. Həm redaktör məqsədi ilə, həm də görüm necə yazmışam və birinci özüm üçün yazıram. O mənə bir rahatlıq gəlir. Ondan sonra qəzetə göndərilir. Yeri gəlmişkən sonuncu kitabınızdır. Milli Hekayələr kitabıdır. Hürriyyət, Cümhuriyyət, Mühacirət. Bu da məhz yazılar əsasında əsas gələn kitabdır. Ədəbiyyat qəzetindəki yazılarımda və 21 yazı var və burada mən təvazökarlıqdan uzaq olsa deməliyəm ki, hər yazı yenilikdir. Məsələn, mən burada Azərbaycanlı professor Abidin İtivin həyat hekayəsi var. Məsələn, bunu ölkəmizdə demək olar ki, heç kim bilmirdi. Eləcə də Qəmər Ağaoğlu Azərbaycanlı bir alim, yəni Amerikada, Viyanada təhsil alıb, sonra Amerikaya gedib çalışıbdı. Ona dair yeni materiallar əldə etmişəm. Görüşdüyüm mühacir ailələrdən aldığım reportajlar var bu kitabda. Və ümumi adını Milli Hekayələr qoyduq. Çünki mən həmişə düşünmüşəm ki, Cümhuriyyətdir, mühacirət tarixidir, bizim milli hekayələrimizdir. Bizim quruculuq tariximizdir və ona görə də bunları mütəmadi oxumaq, tədqiq etmək, araşdırmaq lazımdır. Dilqən bəy, mühacirətdə yaşayan aydınlarımızı araşdırdıqca özümüzə hansı xəritə çıxır? Onlar dünyanın hansı hissələrində gedib yaşayıblar? Türkiyəni bilirik təbii ki. Təbii ki, ən böyük Türkiyədir və Türkiyədən sonra ikinci yerdə biz Fransa, Almaniya, İtaliyada var. İkinci Dünya müharibəsindən sonra İsveçrədə çox qalanlar olubdur. Uzaq qitəyə gedənlər daha çox İkinci Dünya müharibəsindən sonra gediblər. Yəni Sovetlərə təhvil verilməsinlər deyə nə qədər uzağa keçsək o qədər. Okean otayına Amerikaya gediblər. Bəli, bəli. İkinci Dünya Savaşından sonra Amerikaya çox insan gedibdir. Orada cəmiyyətlər qurublar, məzarlıq salıblar. Hətta Cümhuriyyət zabitlərindən 2 nəfər Vəli bəy Yadigar və Musa Yusifzadə Argentinaya gediblər. Və Argentinada Buenos Airesdə yaşayıblar. Orada hətta yerli radioda Azərbaycan saatı da aça biliblər. Və orada fəaliyyət göstəriblər. Məsələn, Abbas bəy Atamalı bəyov Cümhuriyyət xadimlərindən o uzaq Çiliyə qədər gedibdir və orada da vəfat edibdir. Sakit Okean sahillərinə qədər gedib çıxa biliblər. Onları necə araşdıra bilirsiniz? Məsələn, bir mühacir var Tokioya gedibdir. Həsən Mustafa adında. Mən onun həyatını 2 dəfə yazdım. Təbii ki, çox material yox idi. Məsələn, jurnallarda material var. Məsələn, Həsən Mustafa Tokiodan öz haqqında məlumat göndərib, şəkillərini veribdir. Hətta bir dəfə orada həbs olunubdur. Yəni, şərqə doğru gedən mühacirlərdən onu tapa bilmişəm. Yəni, düşünün, yəni bir Azərbaycanlı çıxıb gedib Tokioya, orada yaşayıbdır. Və mühacir məzarlar, ona görə mən bu məzarlıqları da çox araşdırıram. Məsələn, Almaniyada 2-ci Dünya müharibəsindən sonra qalanlar çox olduğuna görə Fətəli bəyli başda olmaqla onun ətrafındakı çoxlu məzarlar var orada.
Amerikada bildiyiniz kimi o məzarlıqda çoxlu ondan şəkilən biz paylaşmışdıq. Yəni məzarlar var. Məhəmməd Əsəd bəy məsələn İtaliyada vəfat elədi. Yəni ki, çoxdur yayılıblar. Ən çox Türkiyədir dediyiniz kimi və mən Türkiyənin İstanbul qismini kitablaşdıra bildim. Bizim konsulluğumuzun dəstəyi sayəsində Son Mənzili İstanbul olan Azərbaycanlılar adında böyük albom kitab çıxdı ki, orada məzarlıqlar üzrə mən kataloqlaşdırdım. Məsələn, bu məzarlıqda bu insanlar dəfn olunubdur, onların həyat hekayələri və bu şəkildə o kitabın Ankara qismini hazırlayıram və inşallah dəstək tapsam, üçüncü, yəni Türkiyəni bitirdikdən sonra Almaniyanı çox istəyərəm ki, orada məzarlar çoxdur. İranda da var bu arada. Məsələn, İran mövzusu ən az işlənilən mühacirət tarixinə demək olar ki, ən az işlənilən mövzudur ki, mən kiçik bir cəhd elədim ona. Mühacirlər Güney Azərbaycanda o Mühacirlər kitabımız. Güney Azərbaycanda kitabı. Burada 1920-1941-ci və 21-41-ci illər. Çünki məsələn ilk mühacirlər, yəni hələ də bolşeviklərin gedə biləcəyinə inanırdılar. Ona görə də mücadeləni Türkiyə və İranda aparırdılar və ən çox da məsələn Xosrov bəy Sultanzadədir, onun qardaşı Sultan bəydir. Sonra Müsavat Partiyasının Güney Azərbaycanda, İran şəhərlərində demək olar ki, hamısının örgütlənmələri var idi. Əncəridə, Rəşdə, Ərdəbildə, Təbrizdə və oradan ciddi mübarizə aparırdılar və bu mübarizə 1941-ci ilə qədər Sovet qoşunlarının İrana girməsinə qədər çox güclü şəkildə davam etmişdi. Mən bu kitabı xatirələr və mühacirətdə çıxan jurnallar əsasında hazırladım, amma təbii ki, bunun daha peşəkar olması üçün kimsə gedib İran arxivlərindən icazə alıb orada çalışmalıdır. Yəni unikal mövzudur, çünki ən ciddi mübarizənin olduğu bir meydan, yəni Güney Azərbaycan, İrandır ki, onu inşallah hansısa tarixçimiz gedib araşdırsın. İndiki vəziyyətdə bu çox çətin görünür. Yəqin ki, çox çətin olmaz, amma hər halda fasilini yaxşı bilən olmalıdır, Uran sənədlərindən işləməyə bacaran olmalıdır, biraz da İran hökuməti nəzdində mülayim adam olmalıdır yəqin ki. Bunlar, çünki məsələn, Cümhuriyyətin 100-cü il dönümündə bir kitab çıxmışdı. Bu Cümhuriyyətlə Qacar hökuməti arasındakı diplomatik münasibətlərlə bağlı. Məsələn, oradan yaxşı arxivlər gətirilmiş qəşəng bir kitab hazırlanmışdı. Yəni, mümkündür yəqin ki. O zaman bu dediklərinizdən belə anlamaq olar ki, bizim Türkiyədə, Türkiyə Cümhuriyyətində nə qədər böyük bir tariximiz varsa, sırf mühacirlərin həyatına əsasən bunu deyirəm. Eyni zamanda Güney Azərbaycanda da bir o qədər var. Bəli. Və bu da böyük bir araşdırma. Orada məzarlarımız var. Məsələn, bizim həmkarımız var, Hafiz Əhmədov Təzəvidə tapdı. Cavad bəy Şıxlinskinin oğlu mu, nəvəsi mi? Məsələn, o da Gəncə üsyanının əsas qəhrəmanlarından biri idi. O da İrana mühacirət eləmişdi. Məsələn, onun ayrı üzvünü tapdı, qəşəng müsahibə aldı. Sonra Azərbaycanlı bir mühacir, hətta Rıza Şahın çox böyük diqqətini çəkmişdi və sonralar İran parlamentində deputat da olmuşdu. İran parlamentinin BMT-dəki təmsilçisi də olmuşdu. Yəni bizim çox maraqlı insanlarımız var həqiqətən də. Ceylan bəy, tarixi mövzunu araşdırdıqca, tarixi şəxsiyyətlərimizi araşdırdıqca heç olubmu ki, deyəsiniz ki, kaş bunu mən bilməzdim. Kaş bu insanların bu cür şəraitdə yaşadıqlarını, aralarında bu cür nifaqın olduğunu və yaxud da ki, tamamilə fərqli bir aspektdə, hansısa bir detalı, kaş bunu mən bilməzdim. Təbii, mən diqqət etmişsinizsə, mühacirət daxili qarşıdurmalardan çox yazmıram. Amma ən çox bilənlərdənəm, yəni bunu iddia edirəm. Çünki o qədər məktublarla tanış olmuşam, sənədlərlə tanış olmuşam, xatirələrlə tanış olmuşam. Məsələn, insan bəzi adi bir şeyə üzülür. Məsələn, Əlmərdan bəy Topçubaşovun bir məktubu var Xəvir bəyə. Yazır ki, Əhməd Ağaoğlu gəlmişdi Parisə, mənimlə görüşmədi. Yəni, mən bir anlıq düşünürəm də, Əhməd bəy Əlmərdan bəyi ən son görübdür 1920-ci ildə. Bunlar Paris Sülh Konferansına gedərkən. O da Əhməd bəyi həbs edir ingilislər və Əhməd bəyin Təzəvidə məktubları dərc olundu Türkiyədə bir kitabda. Baxırsan ki, Topçubaşovu Azərbaycan hökumətini aşırı şəkildə günahlandırır. Bəlkə də haqlıdır, çünki Əhməd bəyi həbs edəndə o Azərbaycanın rəsmi vəzifəli adamı idi, yəni konferansa göndərmişdi və
və Azərbaycan hökuməti onu oradan xilas edə bilmədi, təəssüf ki. Əsaslandırma da belə idi ki, Qafqaz İslam Ordusu Azərbaycanı işğaldan azad edərkən həm də o Əhməd bəy erməni dırnaqarası soyqırımında ittiham edirdi və Şuşa hadisələri zamanı. Müxtəlif, bəli. Yəni əslində Əhməd bəyin İttihat və Tərəqqi üzvü kimi ingilislər o məyanda tutmuşdular, yəni Ziya Gökalplarla bir yerdə, amma bu İstanbulda olanda Azərbaycan hökumətinin vəzifəsi kimi oradaydı və buna görə də ya düşünə bilirsiniz, bunlar Hacı Zeynalabdin Tağıyevin yəni dəstəyinə çıxan qəzetlərdə bir yerdə işləyib və sonra bu 1905-6 hadisələrində Azərbaycanlıların hüquqlarını müdafiə edən bir şəxs olub, ikisi də Cümhuriyyət dönəminə qədər bir yerdə olublar və 1930-cu ildə Topçubaşovun da yaşlı, çətin mühacirət dönəmində Əhməd bəy Parisə gedir, amma Topçubaşovun qapısını çalmır. Məsələn, bu insana toxunur. Və yaxud da ki, Rəsulzadə ilə Topçubaşov arasında o qədər bu, biraz videovi yoğunda, biraz mühacirətdəki o dəstək olan dövlətlərin ayırdığı pulun üstündə o qədər mübahisələr, müzakirələr olub ki, təbii ki, insan o anları yaşamadan ittiham etmək çətin olar. Yəni, bir anlıq düşünün ki, yəni, Rəsulzadəni düşünün, bütün ailəsi Azərbaycanda heç yəni, gedə bilmir, oradan ailəsinin yanına gətirə bilmir. Topçubaşov ailəsi ilə gedibdir, geniş ailəsi var, artıq dövlətin pulu yoxdur, böyük çətinliklərlə yaşayır və istər-istəməz bu sıxıntılar o insanları üz-üzə gətirirdi. Rəsulzadənin əleyhinə yazılan kitablar var, onun cavab kitabları var. Məsələn, bu kitabları oxuyanda mən çox üzülürəm. Çünki orada evə məişət söhbətlərinə qədər var ki, kaş ki onlar yazılmayaydı. Yəni, o dediyiniz şəkildə. Hətta bundan 1950-ci illərə qədər bu polemikalar, müzakirələr davam edibdir. Amma mən niyə bunları yazmıram? Çünki bunlar işin fonda qalan qismidir. Amma əsas fonda odur ki, istər Topçubaşov, Rəsulzadə, digərləri övənə qədər istiqlal mücadeləsini davam etdiriblər. Mən Rəsulzadənin çox ittiham olunurdu bir ara. Rəsulzadənin Alman hökumətinə yazdığı memorandumun türkçə nüsxəsini tapdım Türk arxivindən. Özü veribdir. Yəni, bir nüsxəsini qalması məqsədi ilə veribdir. Orada Almanlara təklif etdiyi 8 şərt var. 8-ində də istiqlal, hamısında onu yazıbdır. Yəni, Azərbaycanın müstəqilliyi əsas şərt idi. Bəli, hamısında onu yazıbdır. Yəni, bu insanlar övənə qədər Azərbaycanın istiqlalını düşündülər, onun üçün çalışdılar. Yəni, böyük bir miraslı mühacirət tarixi, həddindən artıq. Bəzən Azərbaycanda mühacirət tarixini bəzən 20-ci əsr tarixinin içərisində öyrənir, amma bu düzgün bir şey deyil. Mühacirət ədəbiyyatı da, tarixi də ayrıca öyrənilməli, ayrıca arxivi toplanılmalıdır. Məsələn, mən qarşıma məqsəd qoymuşam ki, mühacirətdə çıxan nə qədər kitab var, nə qədər jurnal var, hamısını toplayım, %80 toplamışam. Bunu açıq deyim ki, və bu da böyük bir fədakarlıq və maddiyyata səbəb olur. Kitabları yazarkən elə bir an olubmu ki, orada bir boşluq yaranır, yəni tarixi silsilə davam edə bilmir. Siz bir məntiqləmi və yaxud da ki, bir balaca da yazıçılıq tərəfinizi üstün tutaraq hansısa bir uzlaşma aparmısınızmı? Öz beyin məhsulunuzu ortaya qoyaraq. Təbii ki, çünki bəzən bağı qura bilməyəndə təbii ki, o tarixçilərin də mühakiməsi var. Bir də tarixçilərdə belə bir məsələ var. Bizə universitetdə bunu öyrətmişdi ilk dərsdə müəllimimiz ki, doktorantura dönəmindəki sənəd fetişisti olmuyor. Yəni, dövlət arxivində milyonlarla sənəd var. Sən bu sənədi tapdın, burada bu yazılıbdır, həmən bunu evində bayraq eləmə. Sənədin oxunma qaydası var, izahı var, digər sənədlərlə qarşılaşdırılması var. Bunu başqa mənbələr təsdiqləyirmək. Çünki sənəddə çox şey yazıla bilər. Amma onu tarixçi düzgün mühakimə edib, izahını verməli, düzgün dəyərləndirməsini aparmalıdır. Yoxsa o qədər fərqli sənədlər var ki, o sənədlərlə bir insanı vətən xaini elan edə bilərsən, bir insanı başqa cürdə dəyərləndirə bilərsən. Ona görə tarixçi sənədlərlə doğru rəftar verməyi bacarmalıdır. Bax, indi bu dediyinizdən yeni bir sualım doğur. Tarixçi bir şəxsi qəhrəman da edə bilər, anti-qəhrəman da edə bilər. Bəli, təəssüf ki, belədir. Yəni, bugün məsələn, Azərbaycanda Bağlovu qəhrəman etməksən, o qədər insan var ki. Çünki kitablara baxırsan, çoxu rəvayət, əfsanə, öz dəyərləndirilməsi, onlardan amma sənədlərə baxsan, tutaq ki, başqa cürdür. Amma indi o insanların öz başqa məqsədləri var deyə, bu baxımdan istədikləri hadisəni təhrif edə bilir və istədiyi şəxsi
qəhrəman edə bir ürək təəssüf ki. İşığınıza görə neçə kitabınız var hazırda? Çoxdur. Yəni 12 sayını da itirmisiniz. 12-13 kitab olmalıdır. Hətta çap etmədiyim hazır duran bir neçə kitabım var. Məsələn, Qarsla bağlı bir kitab yazmışam. Ümumiyyətlə mənim Qarsla bağlı yazdığım bütün yazıları toplamışam. Bilirsiniz ki, o bizim Azərbaycanlıların çox kompakt yaşadığı tarixi bölgələrdir və o bölgədə olan Azərbaycanlıların həyat hekayələri, onların o bölgədə gördüyü işlər. Məsələn, belə bir kitabım var. Mühacirətdə yazılan xatirələri toplamışam. Məsələn, bunlar hazır bir kitabdır. Hələ ki. Bəs hazırda hansı kitabın üzərində çalışırsınız? Hal-hazırda Üzeyir Hacıbəyli ilə bağlı bir kitab üzərində çalışıram. İnşallah yanvar ayında bitəcək. Bizim Diaspora Komitəsinin layihəsi idi. Üzeyir Hacıbəylinin əsərlərinin Türkiyədə səhnələndirilməsinə bağlı. Yəni fərqli bir şeydir ki, Üzeyir mən özü Türkiyəni görə bilməsə də onun əsərləri Türkiyədə o qədər məşhur olubdu ki, hətta Türkiyədə ermənilər də səhnəyə qoyublar, müxtəlif qruplar, istər Azərbaycanlı sənət